Salam olsun, salam olsun, salam olsun amin. Əgər salam Allahın adıdırsa, salam verirsə, bunun mənasına varmalıyıq. Bir-iki il qabaq internetdə araşdırdım. Dedilər ki, şirin su, yəni nə qədər görüm, 1 tam, onda neçə faiz idi, onda deyildi 96% buzlaqlar və nələrdir. Amma ki, yəni dəhşət dərəcə, bu yaxınlarda da baxdım, mən neçənci ilin araşdırmasına baxmışdım, 2,5% nə idi, dünyada şirin su qalır. İndi bax, tövsiyəm nədir? Mələkdir danışan deyil, tövsiyəm nədir? Mələk tövsiyəm, saçlarını qısa kəsdirsinlər, saç uzatmaq. Niyə? Çünki su israf eləməsinlər. Ən böyük günahdır bu dəqiqə hər şeylə. Su dünyada bu dəqiqə ən qiymətli şeydir. Sonra gözəl baxsan, yəni belə deyim, şiirlər var. Onlardan başqa çox, yəni təhlükə eləməyə çalışmasınlar. Su israf eləməsinlər. Böyük günaha girmiş olarlar bəzi sonra. Bir də, məsələn, mən fikirləşirdim, tualetin suyunu basmıram sonraqlar. Gələ əvvəldən öyrəyərdim, günah üstünə vermişəm. Nəysə, şirin suyu tualetə axıdırıq, hamama axıdırıq, morkalarda nəysə sonra bu günahları edir ya. Suya qənaət eləmək lazımdır. Nə demək istəyirəm başqa? Yazma düşür. Bir də o suyu basmırıqsa, mən fikirləşirdim tualetdə, sonra axırda damır suyu sökərəm. Amma başqa şeylərdə qısmında yapılan istifadə edilir, bahalı maddələr alır ki, yağın təmizi, qazan parıldasın, bu belə olsun, belə olsun. Lazım deyil, çünki baha qiymətlərsə həmən o yağlar, o təmizləyicilər lazım deyil. Baha qiymətlərdir. Niyə? Onu deyil. Çünki Allahımız Quranda buyurur ki, sağa sola səpələmək, sonra ifrat etmək, sonra israf etmək, yadıma düşdür. Sağa sola səpələmək deyil bu, israf etmək, qarğalar yedir, nə? Qoymuşam, qaraciyəli, soğuk qaraciyəli, balkonu düzmüşsən, sonra israf etmək olmaz, israf edən şeytana qardaş olur və şeytanlar da Qurana əsasən deyirsən, qarğalar kiçik yərində, kiçik qaldı, yer toxlar, apardı, əlini şirin yeyir, sonra israf etmək, mələyi Allah yolundadır, bəli. Amma nəyə deməksin, israf edəndə şeytan adama qardaş olur və sonra da insandan əl çəkmir o şeydən. Qurban olmalı.